Səhər dərsə gələn tələbə elə məktəbdə həyatını itirib. Hadisə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qeydə alınıb. Mərkəzin 18 yaşlı tələbəsi Rüyal Bayramovun halı qəflətən səhər yoxlaması zamanı pisləşib və o huşunu itirərək yerə yıxılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, ancaq tələbənin artıq keçindiyi məlum olub. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Gəncə şəhər Birləşmiş Xəstəxanasının məlumatında bildirilir ki, səhər saat 08:50 radələrində çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb edilib. Lakin 2008-ci il təvəllüdlü şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb. Tələbənin ölümü ilə əlaqədar Peşə Təhsili üzrə Dövlət Agentliyindən də açıqlama verilib. 12 yanvar 2026-cı il tarixində Bayramov Rüyal Vüqaroğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşmiş və huşunu itirərək yıxılmışdı. Hadisə dərhal qeydə alınmış, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılmışdı. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Rasim Əziz, Yusif Kərimli, Fərruh Qafarov, Xəzər xəbər.